Herkese salam, kanala hoş geldiniz. Bu videonu mən sürücülüyə hazırlaşarkən çəkirəm. Özüm hazırlaşıram və təəssüf ki, istədiyim materialları istədiyim şəkildə tapa bilmirəm niyəsə YouTube'dan. Ona görə düşündüm ki, bu şəkildə özüm üçün konspektlər edim və sonra da düşündüm ki, bunu niyə video şəklində çəkib paylaşmayayım. Ümid edirəm məndən başqa da kimlərinsə yararına olar. Başlayaq dərsə. Birinci dərsdən başladım. Yəni mən birinci dərsi düşünürəm ki, belə olsa daha yaxşı olar. Deməli, birinci dərsimiz ümumi müddəalar dərsidir. Ümumi müddəalar dərsi deməli yol hərəkəti ilə başlayır. Yol hərəkətində, yəni bu arada orada verilən uzun cümlələri özüm üçün qısa konspektləşdirmişəm bu şəkildə və düşünürəm ki, belə daha yaxşıdır, yararlı olur. Testlərdə də yararlı olur. Deməli, yol hərəkəti nədir? Yol hərəkəti nəqliyyat vasitəsinin köməyi ilə və ya nəqliyyat vasitəsinin köməyi olmadan yolda təşkil olunan hərəkətdir. Bu nə deməkdir? Yəni, yolda nəqliyyat vasitəsi də ola bilər. Məsələn, avtomobil və yaxud da nəqliyyat vasitəsi olmasın, piyada olsun və piyadanın hərəkəti də yol hərəkəti sayılır. Yol hərəkətinin təşkilinin texniki vasitələri. Bu yol hərəkətinin ümumiyyətlə təşkili var. Yol hərəkətinin əlbəttə ki, təşkilini nəqliyyat vasitəsi və piyadaların təhlükəsizliyidir. Sonra fəaliyyətsiz və rahat hərəkətini təmin etmək üçün orada olan təşkilatda mühəndislərdir. Bunlar yol hərəkətini təşkil edir. Və təşkil edən texniki vasitələr dedikdə isə, məsələn, burada yolları təmizləyən qurğular, svetoforlar, nişanlar, nişanlama xətləridir. Hansı ki, bu təhlükəsizliyi deməli yaradan qurğular. Bu da olacaq texniki vasitələr. Tutaq ki, bizə deyir ki, müvəqqəti asılmış nişan nədir? Biz onda bilməliyik ki, bu texniki vasitədir. Amma məsələn, yoldakı nizamlayıcı və yaxud da ki, yoldakı polis bu olacaq artıq yol hərəkətini təşkil edən, yəni yol hərəkətinin təşkili olacaq. Daha sonra beynəlxalq yol. Beynəlxalq yol deyəndə bir dövlətin fiziki və hüquqi şəxsinə məxsus olan başqa bir dövlətin ərazisinə müvəqqəti gətirilən və orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkəti deməkdir. Yəni, yol hərəkəti, yəni bu yol beynəlxalq yol adlanır. Yəni, bu nə deməkdir? Tutaq ki, Gürcüstandan bir nəfər Azərbaycana gəlir və öz maşını ilə gəlir və burada olduğu müddətdə, biz bilirik ki, bu 30 gün müddətində deməli qeydiyyata alınmadan xüsusi sənədlə bu maşını burada sürə bilər. Və o maşını sürərkən artıq o hansı yolda olur? Beynəlxalq yolda olur. Yəni əslində normal yolda olur, amma o nömrə tanınmır axı, Gürcüstan nömrəsidir. Bu artıq olur beynəlxalq yol hərəkəti. Sonra yolun hərəkət hissəsi. Yolun hərəkət hissəsi dedikdə, yolun nəqliyyat vasitəsi üçün istifadə olunan hissəsi biləcəyik. Yəni təbii ki, bu yol dedikdə biz ümumilikdə yol çiynini səkində birlikdə götürürük. Burada yolun tərifini yazmamışam niyəsə. Yol dedikdə səki və yol çiynində birlikdə götürülür. Amma yolun hərəkət hissəsi dedikdə, burada sadəcə nəqliyyat vasitəsinin istifadə olduğu hissədir. Baxın, burada göstərilibdir. Deməli, yol nədir? Yolun hərəkət hissəsi nədir? Yol birdən olur. Baxın, yol çiyni nə tutmuş, səki də daxil olur yol. Amma burada nəqliyyat vasitəsinin hərəkət etdiyi hissə yolun hərəkət hissəsi adlanır. Yoldan nisbətən hündür olub, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissə səki adlanır və bilməliyik ki, səkidə velosipedlərin hərəkəti, nəqliyyat vasitəsinin hərəkəti qadağandır. Yol çiyni nədir? Yol çiyni isə torpaqdan ola bilər və yaxud da ki, asfaltdan ola bilər, müəyyən bir ərazidir. Yol çiyni səkidən onunla fərqlənir ki, burada velosiped hərəkəti mümkündür və nəqliyyat vasitəsinin dayanması, durması da mümkündür yol çiynində. Amma səkidə belə bir şey yox idi. Bu belə. Sonra gəldik. Yolun hərəkət hissəsi. Dedik ki, bir yol var və yolun hərəkət hissəsi var. Əgər yolun hərəkət hissəsini yoldan hündür olan ayırıcı zolaq ayırmırsa bunu, onda bu yolun yol sayı ilə hərəkət hissəsi sayı bir-birinə bərabərdir. Yəni, bir yol olur və bir yolun hərəkət hissəsi olur. Amma onu ayrıcı zolaq ayırarsa, o zaman hərəkət hissəsini bölmüş olacaq. Həmin o yoldakı hərəkət hissələrini bu bölmüş olacaq. Yəni, iki hərəkət hissəsi əmələ gəlmiş olacaq. Burada deməli, hərəkət hissələrində biz zolaqlar anlayışından istifadə edirik. Hərəkət zolağı. Hərəkət zolağı nədir? Hərəkət zolağı hərəkət hissəsində bir avtomobilin və yaxud da ki, iki yan-yana yerləşən motosikletin yerləşdiyi hissədir hərəkət zolağı və
bir avtomobil var. Məsələn, indi baxaq bura. Bu yolda neçə hərəkət zolağı olduğunu tapmaq istəyiriksə, baxıram ki, mən bu yola neçədən avtomobil yerləşdirə bilərəm. Tutaq ki, bura qədər bir avtomobil yerləşdirirəm, bura qədər də bir avtomobil. Təbii ki, ara məsafələrini uyğun olaraq saxlayıram. Deyirəm ki, burada məsələn 1, 2, 3, 4 dənə hərəkət zolağı var. İstiqamət isə təbii ki, 2 istiqamət olacaq ya da 1 istiqamət olacaq. O artıq işarələrlə müəyyən olunur. Sonra gələk məsələn bu hissəyə. Burada baxıram ki, yol bordürlə ayrılıb, yəni ayrıcı zolaqla ayrılıb. Ayrıcı zolaq yoldan hündür olduğu üçün, deməli bir yolu 2 dənə hərəkət hissəsinə ayırıbdır. Bu hərəkət hissələrində neçə dənə zolağın olduğunu tapmaq üçün mən baxıram ki, bura qədər bir avtomobil yerləşəcək, bura qədər bir avtomobil yerləşəcək və deyirəm ki, burada 2 dənə zolaq var. Digər şəkildə yenə bir avtomobili xəyalən bura yerləşdirib, bir avtomobili bura yerləşdirdiyini düşünsəm, burada da 2 zolağın olduğunu yəqin edəcəm, yəni deyəcəm. Sonra gələk bu şəkilə məsələn. Bu arada mən testlərdə şəkillər üzərində işləməkdə çətinlik çəkdiyim üçün daha çox şəkillərdən istifadə etmişəm. Gələk bu şəkilə. Burada necə olacaq? Baxırıq ki, yol əlbəttə ki, səki daxil, bax bu bütövlükdə nə adlanacaq? Yol adlanacaq və burada tramvay xətti var, reys var və bu reys də yoldan biraz, yəni yoldan hündürdə olduğu üçün o da bir yolu 2 dənə nəyə ayırır? Hərəkət hissəsinə ayırmış olur. 2 hərəkət hissəsi var. Neçə zolaq olduğunu da necə hesablayacağıq? Təbii ki, neçə avtomobil yerləşir deyə. Baxıram ki, burada bir avtomobil yerləşir. Digər yanında bir avtomobil yerləşə bilərdi. Burada bir avtomobil yerləşər. Burada da bir avtomobil. Deməli, neçə dənə zolaq oldu? 1, 2, 3, 4 dənə. Deməli, burada bir yol var. 2 hərəkət hissəsi var. 4 dənə də zolaq var. Bu şəkildə hesablamalar apara bilirik şəkillər üzərində. Dedi ki, yoldakı ayrıcı zolaq yolun hərəkət hissəsini artırır. Biri-birindən ayırır. Yol həmişə birdən olur. Səki və yol çiyinində yolun hərəkət hissəsidir. Əlbəttə ki, bunu az öncə də dedik. Burada başqa izah etməli nə qaldı? Piyadaların hərəkətnamanı yaratmadan yol çiyinində at arabaları, adi velosipedlər, yük və minik heyvanların hərəkətinə icazə verilir. Digər nəqliyyat vasitələrinin yol içində yalnız dayanma və durmasına icazə verilir. Amma bunlar əlbəttə ki, səkiyə aid olmayacaq. Sonra gələk, baş yol nədir? Deməli, baş yol kəsişən yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yolla nisbətən bərk örtüyü olan, bu asfalt örtüyü ola bilər, beton örtüyü ola bilər, daş material ola bilər. Yəni, önəmli olan odur ki, torpaq olmasın. Bizim baş yol və ikinci dərəcəli yol olaraq ayırdığımız hissə odur ki, bir yol torpaq olsun, digəri artıq asfalt, beton, daş nəsə olsun, yəni daha bərk olsun, belə deyək. Daş materialdan olsun və yaxud da ki, bitişik ərazilərdən çıxışlara nisbətən hər hansısa bir yoldur. Bu olacaq baş yol. Bax, məsələn, bura baxıram ki, torpaq yerlə birləşibdir, asfaltdır. Deməli, burada göy avtomobilin olduğu hissə artıq olacaq nə? Baş yol, digər isə torpaq yolu olacaq ikinci yol. Baş yolda olan nəqliyyat vasitəsi həmişə üstünlüyə malikdir. İkinci dərəcəli yolda olan nəqliyyat vasitəsi baş yola daim diqqətli olmalı və baş yolda olan nəqliyyat vasitəsinə yol verməlidir. Sonra gələk nişanlarına. Deməli, baş yolun nişanlarını burada qeyd etməmişik. Baş yolun əsas nişanı bu sarı rəngli nişandır. Bundan əvvəldə bir neçə nişan var. Məsələn, bir dənə belə bir nişandır ki, bura çox nazik bir xətlə. Bu nişanları keçəndə buranı da izah edəcəm çox ki, mən. Nazik bir xətlə ayrılmış bir nişandır. Nəsə çəkməyin, özdə rəssamlığım çox pisdir. Nişanları var. Deməli, Talibovun kitabında bu verilibdir nişanlar. Deməli, baş yol nişanımız əsas olaraq bu sarı nişandır və baş yolun olduğunu bizə bildirən nişanlardan biri də bu qırmızı üçbucaq olan nişandır. Hansı ki, bu üçbucaqla biz qarşılaşanda artıq bilirik ki, qarşıda bir baş yol var və biz o baş yoldan nəqliyyat vasitələrinə yol verməliyik. İndi dedik ki, baş yolda olan nəqliyyat vasitələri daim üstünlüyə malikdir. Mən baxıram ki, burada boz avtomobil baş yoldadır. Boz avtomobil baş yoldadırsa, deməli artıq sağdan gələnin üstünlüyü prinsipi burada pozulur və boz avtomobil üstünlüyə malik olur, istədiyi nöqtəyə dönə bilər. Sonra gələk digərsi. Məsələn, burada baxıram ki, yük avtomobili nədir? Baş yoldadır. Və tramvay da ikinci dərəcə yoldadır və yol nişanı var qarşısında. Deməli, yük avtomobili artıq tramvaya nisbətən üstünlüyə malikdir, ötüb keçib gedəcək. Sonra
Bu hissədə baxıram, qırmızı avtomobil deməli ikinci dərəcəli yoldadır. Göy avtomobil isə baş yoldadır. Deməli, göy avtomobil artıq üstünlüyə malikdir və istədiyi hissələrə dönüb getmə imkanına malikdir. Yəni, baxmayaraq ki, o gəlib deməli, sağa dönəcək, yenə də o üstünlüyə malikdir. Sonra yenə qırmızı avtomobildir və burada bizim baş yol nişanımız var. Onda bizə o baş yol nişanı üstünlük verir istənilən nöqtələrə getməyə. Və bu şəkil maraqlıdır. Burada baş yol işarəsi olsa da velosipedin qarşısında ondan qarşıda olan tramvay daha çox üstünlüyə malikdir. Həm deyə bilərik ki, burada yol nişanı yoxdur deyə, həm də deyə bilərik ki, ümumiyyətlə velosipedə nisbətən digər nəqliyyat vasitələri, məsələn, reisli nəqliyyat vasitələri, avtomobillər, yük avtomobilləri üstünlüyə malikdir. Bu deməli belə izah olunur ki, nəqliyyat vasitələrinin sürücüləri və nəqliyyat vasitələri təhlükəsiz hərəkəti nəzərə almalıdır. Velosiped də digərlərinə nisbətən həmişə daha aşağı qalır və digərləri daha üstünlük təşkil etmiş olur. Burada motosiklet olsaydı, amma motosiklet çox güman ki, keçib gedə bilərdi. Sonra gələk bura. Baxırıq ki, hər iki nəqliyyat vasitəsi ikinci dərəcəli yoldadır və baş yolumuz bu hissədir. O zaman artıq sağdan keçən üstünlük prinsipi ilə baxırıq ki, motosiklet düz gəlib keçəcək və ikinci dərəcə yolda olan boz avtomobilə gəlib keçərkən motosiklet onun sağına düşəcək. Buna görə də birinci keçən olan motosiklet olacaq, ikinci keçən olan boz avtomobil olacaq. Bu şəkildə hərəkət növbəliliyi gözlənmiş olacaq. Sonra baxırıq ki, sarı avtomobildə biz də baş yoldayıq və hərəkət növbəliliyi necə gözləniləcək? Sarı avtomobil əgər gəlib sağa dönərsə, biz onun deməli, sağına düşürük. Ona görə də o bizə yol verməyə məcburdur və biz birinci hərəkət növbəliyinə keçirik. O isə ikinci hərəkət növbəsində olur ki, o ikinci hərəkətidir. Yəni, ikimiz də eyni əhəmiyyətli yoldayıqsa, o zaman artıq sağdan gələn üstünlük prinsipi ilə hərəkət edirik. Yəni, kimin sağına düşürsə, sağda olan üstündür. Amma əgər kimsə baş yoldadırsa və digər ikinci dərəcəli yoldadırsa və yaxud da qarşısında yol ver nişanı varsa, o zaman, bax bu nişan varsa, o zaman baş yolda olan üstündür. Bir tək velosiped üçün bu keçərli deyil. Bu şəkildə. Sonra gələk bizə ən çox çaşdıran bu şəkillə. Burada necə olacaq? Baxırıq ki, burada bax B tramvayı baş yoldadır. Amma A tramvayı da baş yolda olacaq da. Yəni, çünki bunun burada da baxırıq ki, baş yol nişanı var. Burada kim? Hərəkət növbəliliyi necə olacaq? Baxıram ki, A tramvayı gəlib keçsə, əgər sola dönsə, B tramvayı onun sağına düşür. Deməli, A tramvayı artıq ikinci keçməlidir ki, sağındakına yol versin. Yəni, B-yə yol versin. Deməli, birinci B keçəcək, sonra A tramvayı keçəcək. Tramvaylar keçdikdən sonra, bax, tramvaylar həmişə ən üstündür. Yəni, avtomobilə də, motosikletə də nisbətən daha üstündür. Deməli, tramvaylar keçdikdən sonra qırmızı rəngli avtomobil keçəcək. Daha sonra isə yol və nişanın qarşısında olan digər avtomobillər də eyni vaxtda keçmiş olacaq. Bu şəkildə yolda hərəkət növbəliliyi tənzimlənəcək. Ümid edirəm bu hissə aydındır. Gələk piyada keçidinə. Deməli, piyada keçidləri piyadalar üçün nəzərdə tutulub, yerdə zebralar şəklində də ola bilər və yaxud da bu nişanlar şəklində də quraşdırıla bilər. İndi piyada keçidləri belə ola bilər ki, deməli, bax bu nişan və bir də bu zebralar nizamlanan yolda da ola bilər, nizamlanmayan yolda da ola bilər. Yəni, svetoforu olan yolda da ola bilər, bu olacaq nizamlanan. Svetoforu olmayan yolda da ola bilər, bu da olacaq nizamlanmayan yol. Ola bilər. Amma bu qırıq xətlər, piyada keçidini göstərən qırıq xətlər, yalnız nizamlanan yollarda çəkilən piyada keçidini göstərən bir xəttir. Bu da piyada keçidində olan əsas vurğulayıcı məqam. Bundan başqa piyada keçidinin üzərində belə oxlar ola bilər. Yəni, belə qırıq-qırıq bir oxlar göstərir həmişə. O oxlar da piyadaların hərəkət istiqamətini göstərmək üçündür. Sonra gələk. Avtomobil yolu nədir? Yalnız avtomobil, motosiklet və avtobuslar üçün nəzərdə tutulmuş yoldur. Yəni, burada velosiped, moped, traktor, özü gedən maşınlar olmayacaq. Və əlbəttə ki, işarəsi də bu işarədir. Avtomagistral nədir? Avtomagistral
yolda deməli minik maşının sürəti maksimum 110-dur və nəqliyyat vasitəsinin hərəkət üçün xüsusi çəkilmiş, nəzərdə tutulmuş elə bir yoldur ki, həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və tikinti təyinatı obyektlər digər nəqliyyat vasitəsi tərəfindən istifadə edilə bilməz. Ayrı-ayrı yerlər istisna olmaqla və ya müvəqqəti qaydanı müəyyənləşdirdiyi halda başqa əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri vardır. Yəni bu avtomagistral haqqında Talbovda böyük bir izah verir, amma avtomagistrala belə bir qısa izahla deyə bilərik ki, elə bir yoldur ki, burada sürəti 50-dən aşağı olan deməli nəqliyyat vasitələri iştirak edə bilməz. Avtomagistralda da həmçinin deməli istirahət eləmək, dayanmaq, durmaq, geriyə dönmək və geriyə hərəkət etmək icazəsi yoxdur. Yəni avtomagistral ancaq sənə məcbur edir ki, 50-dən yuxarıya sür və get. Bu qədər. Xüsusi meydançalar falan varsa istirahət üçün, bu zaman avtomagistraldan kənara çıxıb orada istirahət edə bilərsiniz. Bu avtomagistral üçündür. Sonra bu nə idi? Sonra gələk yol ayrıcı. Yol ayrıcı nədir? Yol ayrıcı, burada tərifi nə deyir burada yol ayrıcının? Yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Kəsişə bilər, birləşə bilər və yaxud da şaxələnə bilər. Necə? Yol ayrıcı, bax burada. Tutaq ki, gəlin bir dənə şəkil üzərində baxaq. Tutaq ki, bu hissdir. Baxıram ki, yollar neyinib burada? Kəsişibdir, birləşibdir və yaxud da şaxələnibdir. Bu nə olacaq? Yol ayrıcı olmuş olacaq. Yol ayrıcı həmişə bir dənə olur. Yol ayrıcının əmələ gəlməsi üçün kəsişən yolun hər ikisi avtomobil yolu olmalı və eyni bərabər səviyyədə kəsişməlidir. Bunlar yol ayrıcıdır. Yol ayrıcı, bitişik ərazilər yol ayrıcı hesab olunmur. Bu testlərdə çox qarşımıza çıxır. Bitişik ərazi deyəndə nəyi nəzərdə tutur? Tutaq ki, məhlə yerlərindən çıxış. Bunlar bitişik ərazi sayılır. Sonra məhlə yerlərindən çıxış, daha sonra yanacaq doldurma məntəqəsindən çıxış. Bu da yol ayrıcı sayılmayacaq. Bunlar yol ayrıcı sayılmır. Bundan başqa bir də körpülərlə kəsişmə. Məsələn, körpünün altından maşın yolu gedir, üstündə də körpü yolu var. Burada da maşın yolu beləcə gedir. Altdan maşınlar gedir, üstdən də maşınlar gedir. Amma bu, yəni yol ayrıcı sayılmır. Bunlar məsələn yolun birləşməsi deyil ya da kəsişməsi deyil. Çünki ayrı-ayrı biri hündürdə, biri aşağıda olan ayrı-ayrı yoldur. Bu da yol ayrıcı sayılmayacaq. Deməli, nələr yol ayrıcı sayılmadı? Həyətlərdən, məhlələrdən yola çıxış, bu yol ayrıcı olmayacaq. Sonra bu hündür körpü və altında asfalt yol ayrıcı olmayacaq və bir də yanacaq doldurma məntəqələrindən yola çıxış, bu da yol ayrıcı olmayacaq. Bundan başqa məsələn yolun kənarında sürət artma və azaltma üçün xüsusi yerlər olur. Məsələn yol belə gəlir, bu hissəsinə biraz enlənmə kimi belə bir şey olur. Belə yol yenə davam edir. Məsələn maşın gəlir bura, sürətini ya azaldıb davam edir ya da artırıb davam edir. Bu da yol ayrıcı sayılmır. Bu şəkildə yol ayrıcı sayılmayacaq bunlar. Amma dalan yol ayrıcıdır. Hansı ki dalan işarəsi də bunlardır. Qarşısında bu işarə olan yollar yol ayrıcı sayılacaq. Kuruq, məsələn bu. Kuruq yol ayrıcı sayılacaq. Belə, gərək indi burada yol ayrıcı və yolun kəsişməsinin hesablanmasına necə hesablayacağıq? Baxaq. Baxıram ki, yolun sayını bildik, hərəkət zolağının sayını bildik. Bir dəqiqə mən bunları silim, daha rahat olsun. Baxıram bura. Deməli, bax burada neçə dənə yol var? Bir yol buradadır və bir hərəkət hissəsi var. Görürsünüz, bardür falan yoxdur. Yəni bu hərəkət hissəsi ayrılmayıbdır. Yolda bir dənədir, hərəkət hissəsi də bir dənədir. Eyni şəkildə buradan da bir yol var və bir hərəkət hissəsi var. Burada neçə dənə kəsişmə oldu? Baxın, kəsişmə burada oldu. Deməli, bir kəsişmə bu yolda olacaq. Eyni şəkildə yol ayrıcı, baxın, burada yol ayrıcı və hərəkət hissəsi termini çox qəşəng izah olunubdur. Bax, yol ayrıcı dedikdə nisbətən yolun daxilinə doğru götürür. Yəni, böyüklüyü nisbətən yolun içərisinə doğru. Bu yol ayrıcıdır. Kəsişmə isə ortada olan bir kvadratdır. Bu kəsişmədir. Bunu elə kvadratla hesablayırlar çox vaxt. Amma mən kvadratla hesablayanda çox çaşıram. Ona görə kvadratla hesablaya bilmirəm. Mənim hesabladığım üsul hərəkət hissələrinin kəsişməsi, yəni oxlarıdır. Yəni necə? Tutaq ki, bu kvadrat deyir, bir dənə kvadratdır və bir kəsişmə var burada. Məsələn, bu şəkil sənə bunu deyir. Baxıram ki, bəli, düz deyir. Çünki burada bir hərəkət hissəsi var. Deməli, baxıram ki, bəli, burada bir hərəkət hissəsi var. Burada da bir hərəkət hissəsi var.
Bordür falan yoxdur, hərəkət hissəsini ayırmayıbdır. Yol bir dənədir, hərəkət hissəsi də bir dənə. Neçə dənə kəsişmə oldu? Neçə dənə nöqtə qoya bildim mən bura? Bir dənə. Deməli, bir dənə də həqiqətən də kəsişmə var. Bu da yol çiyini olaraq izah edildi. Bu şəkildə. İndi gələk bura. Baxıram ki, bordür var və bir yolu iki hərəkət hissəsinə ayırıb. Bu bir hərəkət hissəsidir, bu ikinci hərəkət hissəsidir. Sonra buradan bir hərəkət hissəsinə bir ox belə qoyuram, bir hərəkət hissəsinə də bir ox belə qoyuram. Burada bordür yoxdur, bu xəttlərdir. Xətt bilirik ki, yolundan eyni məsafədə yerləşir. Ona görə bu yolu iki hərəkət hissəsinə ayırmayacaq. Deməli, burada elə bir hərəkət hissəsi var. Bunu da bu şəkildə çəkirəm. Baxıram ki, baxın, burada bir nöqtə alındı, burada bir nöqtə alındı. Deməli, burada neçə dənə kəsişmə olacaq? 2 dənə kəsişmə alınmış olacaq. Bu şəkildə kəsişmələrin sayını tapırıq. İndi gələk buna. Burada necə taparıq? Öz fikrinizdə hesablayın və izahdan sonra istəyirsiniz aşağıda yaza bilərsiniz ki, izahdan sonra görək düzmü yazdınız, səhvmi yazdınız. Necə olacaq? Bizim burada bordür var, yəni yol ayrıcı zolaq var. Bir yolu iki hərəkət hissəsinə ayırıb, bir hərəkət hissəsi buradır, bir hərəkət hissəsi buradır. Və burada bordür falan yoxdur. Yəni burada ancaq elə bir yol və bir hərəkət hissəsi var. Neçə dənə kəsişmə oldu? 1, 2 dənə kəsişmə olmuş oldu. Sonra gələk bura. Bu şəkil. Baxıram burada. Elə bir yol və bir hərəkət hissəsi. Buradan bura qədər uzanır. Sonra burada. Yuxarıda da eyni şəkildə bir yol, bir hərəkət hissəsi buradan, bir yol, bir hərəkət hissəsi də buradan. Neçə dənə kəsişmə oldu? 1, 2. 2 dənə kəsişmə də bu yolda olmuş oldu. Bu şəkildə kəsişmələri və yolları üstdən hesablaya bilərsiniz. Məsələn, bu yolu da eyni şəkildə hesablaya bilərsiniz. Məsələn, bu yolun bir hərəkət hissəsidir. Belə olaraq düşünəcəyik. Bu yolun bir hərəkət hissəsidir. Burada bir kəsişməsi var. Bu yolun bir hərəkət hissəsidir. Burada bir kəsişməsi var. Bu şəkildə düşünüb hesablamaları aparacağıq. Ümid edirəm, bu da aydın olmuş oldu. Mənə aydındır. Yəni, yol ayrıcında hərəkət hissələrini, kəsişmələrini hesaplamaq üçün bizim yol hərəkət hissəsi ilə kəsişən yolun hərəkət hissəsini bir-birinə vurmaq lazım. Bu da məntiqlidir. Deməli, nə deyir bu? Olduğumuz yolun hərəkət hissəsi ilə qarşıdakı kəsişdiyimiz yolun hərəkət hissəsini bir-birinə vuraq. Tutaq ki, mənim olduğum yol bu yoldur. Bu yolun neçə dənə hərəkət hissəsi var? 1, 2 dənə hərəkət hissəsi. Qarşıdakının neçə hərəkət hissəsi var? Bax, bunun yəni kəsişdiyimin. 1 hərəkət hissəsi. 2 dənə birim 2. Bu alınır əslində cavabda. Məsələn, mən olduğum yol 1 dənədir. Hərəkət hissəsi. Qarşıda da 2 hərəkət hissəsi var. Biri 2-yə vurdu. 2 dənə də demək, kəsişmə burada olmuş oldu. Bu da məntiqlidir. Bu da məntiqli üsullardan biridir. Deməli, kəsişən yolun hər iki örtüyü bərk olarsa, baş yola aid nişan yoxdursa, bu kəsişmə eyni əhəmiyyətli yolların kəsişməsi hesab olunur. Eyni əhəmiyyətli yolların kəsişməsi sağdan yaxınlaşan nəqliyyat vasitəsi üstünlük təşkil edir. Bu nə demək istəyir? Yəni, bax, məsələn, gələk bura, burada. Eyni əhəmiyyətli yolların kəsişməsidir. Çünki bu baş yoldur, bu ikinci dərəcəli yoldur. Bu artıq yəni yol kəsişməsidir, amma ikinci dərəcəli yolla kəsişmədir. Burada isə ikisi də asfalt, burada isə nişanlar var. Məsələn, baş yolda olduğunu göstərir, bu da ikinci dərəcəli yolda olduğunu göstərir. Buradakı kəsişmə də eyni şəkildə, yəni eyni əhəmiyyətli yolların kəsişməsi sayılmayacaq. Nə vaxt eyni əhəmiyyətli yolların kəsişməsi olacaq? Orada işarə olmayanda. Bax, məsələn, tutaq ki, elə burada. Fikir verin, işarə yoxdur, hər ikisi asfaltdır, daş örtükdə ola bilər, fərq yoxdur. İşarə yoxdur, sən baş yolda olduğunu bilmirsən, çünki ikisi də asfaltdır. Deməli, bu nə olacaq? Eyni əhəmiyyətli yolların kəsişməsi olacaq. Burada artıq sən bilə bilərmisən ki, ağa mı yol verməlisən, yoxsa qırmızıya mı? Bunu belə biləcəksən ki, qırmızı sənin sağındadır, ona görə qırmızıya yol verəcəksən, sonra sən keçib gedəcəksən. Bu şəkildə, yəni sağda olan üstündə, məsələn, bu yolda. Hər ikisi eyni əhəmiyyətli yolun kəsişməsidir. Ağ var, deməli, göy var. Sən birinci göyə yol verəcəksən, sonra özün çıxıb gedəcəksən ki, çünki göy avtomobil sənin sağında yerləşir. Burada da onu demək istəyir ki, eyni əhəmiyyətlilərdə sağda yerləşən üstündür. Velosiped zolağı yolun hərəkət hissəsinin, velosiped və kiçik elektrik nəqliyyat vasitəsinin hərəkəti üçün nəzərdə tutulmuş xüsusi nişanlanma ilə işarələnmiş uzunluğu deməli xətlə ayrılmış hissəsidir velosiped zolağı.
Velosiped cığırı isə velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş xüsusi nişanlanma ilə işarələnmiş ayrıca yol hissəsidir. Digər yollardan eyni yolun digər elementlərindən konstruktiv şəkildə ayrılır. Bu cığırla zolağın fərqi. Hər ikisi velosiped yoludur. Bunu bilək. Amma zolaqla cığırın fərqi nədir? Məsələn, bir dənə yol var belə. Bunun burasını qırıq-qırıq xəttlərlə ayırıblar, burada velosiped şəkil çəkiblər. Bu olubdu velosiped zolağı. Amma velosiped cığırı isə bu yoldur. Məsələn, bu belə bir yoldur. Bu yoldan bardür ya da nə bilim hündür bir ara kəsməsi var bunun. Və burada da bir dənə ayrıca mənim velosiped cığırım var. Bu cığırdır artıq. Bu əlbəttə ki, avtomobillərin keçidi ikisində də olmaz. Yəni belə, velosiped cığırı ilə velosiped zolağının fərqi odur. Cığırda xüsusi ayrıca hissə var, amma zolaqda yolun bir hissəsidir də, yəni kiçik bir nişanlama xətləri ilə ayrılıbdır. Nəqliyyat vasitələrinin mühərriklə hərəkətə gələn və insan əzəsi ilə hərəkət gələn nəqliyyat vasitələri. Deməli, yəqin ki, burada nəqliyyat vasitələri haqqında yazmaq istəmişəm mən. Kiçik özüm üçün bir bilgi olaraq. Nəqliyyat vasitəsi nədir? Nəqliyyat vasitəsi, deməli, insan tərəfindən idarə edən qurğu, belə onun qoşqusu, mexaniki və insanın və yaxud da ki, insan əzələsi ilə hərəkətə gələn nəqliyyat vasitələri, hərəkətə gələn qurğular, bunlar nəqliyyat vasitələri adlanır. Məsələn, velosiped nəqliyyat vasitəsidir. Qoşqu nəqliyyat vasitəsidir. Avtomobil nəqliyyat vasitəsidir. Avtomobil, məsələn, mühərriklə hərəkətə gəlir, qoşqu at sayəsində, əzələ sayəsində hərəkətə gələ bilər ya da avtomobil sayəsində hərəkətə gələ bilər. Velosiped əzələ sayəsində, insan əzələsi sayəsində hərəkətə gəlir. Yəni, bu da müəyyən bir qurğulardır. Bunlar hamısı olacaq nəqliyyat vasitələri. At arabasıdır, velosipeddir, mopeddir. Bunlar hamısı nəqliyyat vasitəsidir. Nəqliyyat vasitələri bölünür iki yerə. Mexaniki nəqliyyat vasitələri və mexaniki sayılmayan nəqliyyat vasitələri. Mexaniki nəqliyyat vasitələrinə aiddir avtomobil, yük avtomobili, motosiklet, traktor, avtobus, trolleybus, A1 kateqoriyalı motosikletlər, yəni bunun motoru olan motosikletlər, özü gedən maşınlar, trisiklər, kvadrosikllar, ağır və yüngül kvadrosiklar aiddir. Mexaniki sayılmayan nəqliyyat vasitələrini isə tramvay, qatar, velosiped, asma mühərrikli velosiped, moped, araba, qoşqu, yarım qoşqu və yük keçirəcək. Yəni, bunların hamısı nəqliyyat vasitəsidir, amma mexanikdə mühərrik olacaq. Mexaniki sayılmayanda isə mühərrik olmayacaq. Yəni, mühərrik olmayacaq. Məsələn, tramvayında xüsusi reysli hissəsi var da, yəni reysli nəqliyyat vasitəsi sayılır bu. Avtomobil qrupuna aid olan nəqliyyat vasitələri, mini avtomobili, yük avtomobili, trolleybus, yük və adam daşıyanlar aiddir. Yəni, avtomobil deyiriksə, burada rels olmamalıdır. Məsələn, tramvayın relsi var, sayılmayacaq. Trolleybusda rels yoxdur. Sonra gəldik, operativ nəqliyyat vasitəsi nədir? Operativ nəqliyyat vasitəsi xüsusi səs və işıq siqnallarının eyni anda qoşularsa, qaydanı poza bilərlər. Bircə nizamlayıcı və dangə işarəsinə tabi edirlər operativ nəqliyyat vasitəsi. Yəni, operativ nəqliyyat vasitələri xüsusi nəqliyyat vasitələridir və yanğın söndürmədir, polisdir, təcili tibbi yardımdır. Bunlar səsi, işığı qoşub hərəkət edə bilirlər. Yəni, qaydanı poza bilərlərmi? Poza bilərlər. Çünki nizamlayıcıya tabidir operativ nəqliyyat vasitələri. Deməli, belə tanınma nişanları, xüsusi işıq və səs siqnalı tərcih edilmiş, hərdə dedik, operativ nəqliyyat vasitələri da. Bunu görsə tanıyaq, polisdir, yanğın söndürəndir, sonra bunlar hamısı operativ nəqliyyat vasitələridir. Mən bunları ən çox nə ilə qarışdırıram? Xüsusi işığı olan yük avtomobili ilə qarışdırıram. Xüsusi işığı olan yük avtomobili operativ nəqliyyat vasitəsi sayılmır. Çünki operativ nəqliyyat vasitəsi deməli, xüsusi missiyası olur. Yəni, bildiyim qədər burada çox yazılmayıbdır. Yəni, onlar operativ sayılmır. Üstündə, məsələn, işığı olan bir yük avtomobili ola bilər, nişanı olan yük avtomobili ola bilər, təhlükəli bir şey daşıdığı üçün ola bilər də, məsələn. Amma bu operativ sayılmayacaq. Operativ sayılması üçün yanğın söndürən polis və yaxud da ki, vəzifəli şəxslərin, məsələn, daşınması üçün gedən maşınlar, bunlar operativ sayılacaq. Qoşqu və yarım qoşqu nədir? Qoşqu odur ki, öz yükünüzü daşısın. Yarım qoşqu odur ki, öz yükünün bir hissəsini başqasına daşısın. Yəni, avtomobilə daşısın. Məsələn, baxırıq, bu, deməli, 4 təkər üzərində ban. Bu ban, deməli, öz yükünü özü daşıyır.
Görürsünüz, təkərin üzərinə tam düşür. Amma digər hissəyə baxanda bu yarım qoşqu sayılır. Bu qoşqu sayılır da indi. Bu yarım qoşqu sayılır. Çünki əgər bura yükü yükləsəm mən, bunun altına bir dənə avtobusun o hissə, yük avtomobilinin o hissəsini qoymalıyam ki, yük avtomobil bu yükün yarısını da öz üzərində aparsın. Artıq deməli bu yarım olaraq qoşulur ora, yarım olaraq öz yükünü çəkir. Qoşquda isə öz yükünü öz üzərində aparır və sadəcə xüsusi bir yəni hissə ilə nəqliyyat vasitəsinə qoşulur. Belə. Məsələn, bu nədir? Bu artıq qoşqudur. Bu nədir? Yarım qoşqudur. Bu şəkildə. Özgedən maşınlar və traktorlar. Traktorları bilirik. Saatda 30 km-dir sürəti. Özgedən maşınlarda da eyni şəkildə. Traktorlar və özgedən maşınlara bütün qaydalar yəni oxşardır. Burada traktorların şəklini qoymadım. Özgedən maşınların şəklini qoydum. Kombaynlardır, bu kepçədir. Yəni bunun Azərbaycancasını xatırlamıram nədir. Tikinti maşınlarıdır. Məsələn, kənd təsərrüfatında istifadə olunan maşınlardır. Bunlar aid olacaq traktor və özgedənlərə. Burada deməli, trisikl, yüngül kvadrisikl, kvadrisikl. Trisikl deyəndə, deməli, mən ancaq motosikletlə trisiklı bir götürürəm. Trisiklın 3 dənə təkəri var və saatda 50-dən çox gedir və 50 kubdan da çox olan, yəni daxil yanması da 50 kubdan çoxdur. Yəni trisikl deyəndə ağlımıza gələcək motosikl. Amma yüngül kvadrisiklla kvadrisiklı müqayisəli şəkildə öyrənmək mümkündür. Yüngül kvadrisikl nədir? Yüngül kvadrisiklın rolu eyni motosiklet rolu kimidir. İndi bu deməli motosiklet rolu kimidirsə nisbətən kiçik xüsusiyyətlərə malik olmalıdır da. Məsələn, banı yoxdur bunun. Banı yoxsa az kütlə daşıyacaq. Deməli 350 kiloqram daşıyacaq maksimum kütlə olaraq. Mühərrik 50 kub santimetr olacaq maksimumu. Maksimal elektrik gücü 4 kilovat olacaq. Yəni bu şəkildə yüngül kvadrisikl yüngül xüsusiyyətlərə malikdir. Amma kvadrisikl bu da 4 təkər üzərindədir. Amma bunun banı var və rolu maşın rolu kimidir. Deməli, çox kütlə daşıya bilər bu. 400-550 kiloqram kütlə daşıyacaq. Mühərriki 50 kubdan çox olacaq. Maksimal elektrik gücü 15 kilovat olacaq. Bu şəkildə kvadrisiklın xüsusiyyətləri olmuş olacaq. Belə yadda saxlayırıq. Testdə də zaten bu şəkildə qarşıma çıxıb dəfələrlə. Deməli, NV-nin dayanması və durması. Buyurun bunu. Kiçik elektrik nəqliyyat vasitələri var kitabda. Kiçik elektrik nəqliyyat vasitələrinə mopedlər və bunun adı nədir? Yadıma sala bilməyəcəm. Skuterlər. Mopedlər, skuterlər aiddir kiçik elektrik nəqliyyat vasitələrinə. Deməli, bunlar necə ola bilər? Təbii ki, oturacağı olan ola bilər, oturacağı olmayan ola bilər. Oturacağı yoxdursa bu, deməli, əl tutacaq yer olmalıdır. Yəni, hündür olmalıdır, 70 cm olmalıdır. Oturacağı varsa, sən oturursan da, oturanda balacalaşırsan. Deməli, 50 cm olacaq bu. Bu şəkildə hündürlüklərdə ola bilərlər. Və kütlələri də 55 kiloqram, yəni maksimumda hündürlüyü 1.40 və s. beləcə hündürlüyə malik ola bilərlər. Sonra motosikleti dedik, eynidir. Moped 50 kubdan çox deyil, 50 kilometrdən də çox olmayan sürət. Velosipedi bilirik də, yəni mexaniki təkərli oturacaqlı idarə edən şəxsin əzələ enerjisi ilə işləyir velosiped. Bu şəkildə kitabdan oxuyuram bu hissələrini. Deyirəm, çox rahatdır o hissələr, yadda qalandır yəni. Gəldi, dayanma, durmaya. Nəqliyyat vasitəsinin dayanması, nəqliyyat vasitəsinin durması. Nəqliyyat vasitələrinin dayanması deyəndə yüklərin yığılması, boşaldılması, adamların mindirilməsi, düşülməsi. Yəni, həmişə bu cümləni axtarırsınız. Ya yük yığıb boşaltmalıdır, ya da adam mindirib düşəltməlidir. Bu vaxt ərzində olmalıdır və qısa bir vaxt çəkir. Zəruri olan vaxt ərzində yekunlaşacaq və s. Qısa vaxt ərzində yekunlaşacaq. Məsələn, bir insan, tutaq ki, yəni gəlibdir, əşyalarını boşaldıbdır, gözləyir ki, bu əşyanı binaya yıxsınlar, qutarsınlar. Bu artıq dayanma sayılmayacaq. Bu artıq durma sayılacaq. Çünki sən boşaltdın, çıxıb getməlisən. Çıxıb get. Yaxud da ki, insanları düşürdübdür, gözləyir bu insanın üçün başqa taksi də gəlsin, ona minsin, getsinlər. Yəni, bu sən durub gözləyirsən də onu. Sən insan düşdüsə, getməlisən. İnsan mindisə, çıxıb getməlisən. Yəni, adamların minməsi, düşməsi, yükün yığılması, boşalması. Bu vaxt, yəni bu qısa vaxt ərzində. Uzun da çəkə bilərik, fərqi yoxdur. Yəni, önəmli olan odur ki, sən orada dayanıb, yəni gözləməməlisən.
gəlib yığılmalıdır. Sən məsələn gəlmisən, gözləyirsən ki, hələ yük aşağı yığılacaq 15-ci mərtəbədən. Sən də ondan sonra öz maşınına yığasan, bu durmadı. Amma halbuki yük yığılıbdır, sən sonra durduğun dəqiqədən etibarən artıq yükü nəqliyyat vasitəsinə yığmağa başladın. Bu artıq nəqliyyat vasitəsinin dayanmasıdır. Durması isə sərnişin gözləmək, yük gözləmək, mağazadan su almaq, telefonla danışmaq, qəzet oxumaq üçün nəqliyyat vasitəsini dayandırmısan da, yəni saxlamısan. Parkovka yerinə görə tərk edib getmək. Bunlar hamısı zəruri vaxtla məhdudlaşmır, uzun çəkə bilər nəqliyyat vasitəsinin durması. Məsələn, deyirsən ki, bir dəqiqəliyini uçma gəzinə su alım, gəlim. Bu da nəqliyyat vasitəsinin durması sayılır. Çünki burada sərnişin, yəni adamları mindirmirsən, düşünmürsən. Yük yığmırsan, boşaltmırsan. Öz kefindən hərəkət edirsən də, bu durmadır. Ona görə də nəqliyyat vasitəsinin durması ilə dayanmanın qarşıtma olmaz. Mən testlərdə belə seçirəm ki, yığılma, boşalma, mindirmə, düşürmə varsa 100% o dayanmadır. Qalan hər şey durmadır. Yol hərəkət qaydalarına riayət etmək durma sayılmır. Məsələn, yolda qəza olacaq, sən irəlidə o qəzanı, qatar şəklində qəzanın qarşısını almaq üçün nəqliyyat vasitəsini dayandırdın. Bu artıq durma sayılmır, heç dayanma da sayılmır. Sən yol nəqliyyat hadisəsinin qarşısını aldın. Yol hadisəsinin qarşısını almaqdır. Məsələn, piyadanın keçidi üçün anidən tormoza bastın. Bu nə durma sayılmır, nə dayanma sayılmır. Bu artıq yol qaydalarına riayət etmək. Ya da piyada keçidində saxlamaq. Bu da nə durma deyil, nə dayanma deyil. Bu sadəcə yol qaydasına riayət etməkdir. Bu durma sayılmayacaq. Sonra nəqliyyat vasitəsinin məcbur dayanması nədir? Sürücü sərnişin səhhət pisləşməsi. Bax, burada nə olacaq? Sürücünün və yaxud da sərnişinin səhhəti pisləşə bilər, yolda problem ola bilər, sənin daşıdığın yükdə problem ola bilər, bu şəkildə müəyyən ərazidə problem ola bilər. Yəni, bu, əgər ortada bir problem varsa və sən dayanmısansa, bu məcburi dayanmadır. Çünki istəyərək olmayıb baxı. Bu, nə vaxt olacaq? Dayanma durmanın qadağan olduğu yerdə. Tutaq ki, avtomagistraldasan, bir anda maşın başlayıb tüstüləməyə. Sən məcbursan ki, avtomagistralda dayanasan da, halbuki belə bir şeyə icazə yoxdur. Bu məcburi dayanmadır. Və yaxud da ki, dayanma durmanın qadağan olunduğu yerdəsən və sərnişin aparsan, sərnişin halı pisləşir. Kənara çəkib dayandırmağa məcbur qalırsan. Qadağan olursa da. Deməli, bu nə olur? Məcburi dayanma sayılır. Məcburi dayanma zamanında, yəni 30 metr məsafədə qəza dayanma nişanını quraşdırmalısan və yaxud da ki, qəza dayanma işıq siqnalını qoşmalısan. Hər ikisini eyni vaxtda etmək olar, birini də etmək olar. Yəni, önəmli olan etməkdir. Ərazisi işıq və nişan quraşdırma. Deyir ki, ərazi qadağan deyilsə, işıq və nişan quraşdırmada ehtiyac yoxdur. Yəni, burada dayanma durma icazəsi olan yerlərdə işarə quraşdırmasa da olar da, yəni, məntiqdən tapmaq, bilmək olur. Nəqliyyat vasitəsi mühərrikin dirsəkli valın dövrləri sayı göstərən cihaz. Taxometr nədir? Taxometr odur ki, orada deməli, dirsəkli valın dövrlərini sayı. Yəni, bu avtomobil nə qədər gedibdir, sürəti neçə ilə gedibdir. O taxoqrafdır. Taxometr valın dövrünü hesablayır. Dirsəkli valın dövrünü hesaplayan taxometrdir. Burada taxoqrafı mən sona yazmışam deyirsən. Burada taxoqraf sürücünün işi, istirahət vaxtlarını, qət etdiyi yol və sürəti ölçür. Yəni, bu, məsələn, beynəlxalq avtomobillərdə sürücülər üçün qoyurlar ki, bu nə qədər istirahət. Bu, elə bir şortçikdir də. Taxoqraf şortçikdir. Sonra gələk, yol hərəkət iştirakçısı. Nizamlayıcıdan başqa hər kəs yol hərəkət iştirakçısıdır. Sürücü də, sərnişin də, piyada da hər kəs yol hərəkət iştirakçısı sayılır. Bircə dənə nizamlayıcı yol hərəkət iştirakçısı sayılmır. Nəqliyyat vasitəsi adamların yüklərinin daşınması nəzərdə tutulmuş digər yerlərdə istifadə edən şəxslər. Yəni, bütün şəxslər yol hərəkət iştirakçısıdır. Deməli, piyada. Piyada kimlərdir? Piyada əlbəttə ki, yolda hərəkət edənlər piyada sayılacaq. Məsələn, nəqliyyat vasitəsinin sürücüsü piyada deyil, amma velosipedi də məsələn sürən piyada deyil, amma velosipedi əlində aparan bu piyada sayılacaq. Və yaxud da ki, əl arabasını, mühərriksiz əl arabasını aparan şəxs bu piyada sayılacaq. Piyada deyil kimlər? Hansı ki, məsələn, nəqliyyat vasitəsində hərəkət edəmir, amma yəni bomboş yoldadırlar da. Bu kim olacaq? Yolda iş görənlər. Məsələn, yol təmiri ilə məşğul olan insanlar. Bunlar piyada sayılmırlar. Bunlar xüsusi işçi sayılırlar. Yəni, orada iş görürlər. Yol hərəkət iştirakçısıdır, amma piyada sayılmır. Bu şəkildə. Məhdudiyyətli görmədədir.
Duman, yağış, qar və başqa şəraitdə, habelə turanlıqda yolun 300 metrdən az məsafəsinin görünməsi məhdudiyyətli görünmə sayılacaq. Məhdudiyyətli görünmə sahəsi də məhdudiyyətli görünmə sahəsini bunu qoymuşam ki, izah edeyim. Məhdudiyyətli görünmə sahəsi döngələrdə olur. Məsələn, döngənin 100 metrini görə bilirsən, 100 metrdən sonrasını görmürsən. Deməli, ora məhdudiyyətli görünmə sahəsidir sənin üçün artıq. Bu məhdudiyyətli görünmə ilə məhdudiyyətli görünmə sahəsinin fərqi olmuş olacaq. Yol hərəkət hadisəsi. Baxın, görün nə qədər qalıb qurtarmalı. Az qalıb. Yol hərəkət hadisəsi, yol hərəkət nəqliyyat hadisəsi. Yolda baş verən bütün hadisələr yol nəqliyyat hadisəsi adlanır. Belə deyək. Bircə yol nəqliyyat hadisəsi nələr deyir? Tutaq ki, yolla getdiyin yerdə ağac aşır maşının üstünə. Bu təbii fəlakətdir də. Yol nəqliyyat hadisəsidir. Amma maşını nəyəsə vurursan, divara vurursan, yəni bu yol nəqliyyat hadisəsidir. Təbiətdə baş verirsə, təbiətin işi varsa, belə deyək, Allahın işi varsa, burada olacaq, yol nəqliyyat hadisəsi sayılmayacaq. Şimşək vurdu, ağac aşdı, bunlara aid olacaq, yol nəqliyyat hadisəsi sayılmayacaq. Amma maşını harasa vurdun, maşını kiməsə vurdun, necəsə oldu, yəni bu maşını aşırdın. Bu artıq olacaq yol nəqliyyat hadisəsi. Ümumi istifadədə olan nəqliyyat vasitəsi, ümumi istifadədə olan nəqliyyat vasitəsinin xüsusi marşrutu olur, xüsusi dayanacaqları olur, xüsusi hissəsi olur. Məsələn, avtobusdur, trolleybusdur, tramvaydır. Bunlar ümumi istifadədə olan nəqliyyat vasitəsidir. Sərnişin daşıyır. Fikir verirsiniz, avtobusun müəyyən bir avtobus xətti var, işarəsi var, dayanacaq yeri var, marşrutu var, yəni xəritəsi var da, hara gedəcəyi bəllidir, saat neçədə harada olacağı qismən bəllidir. Bu artıq olur ümumi istifadədə olan nəqliyyat vasitəsi. Məsələn, şəhərlər arası avtobuslar var. Bunlar ümumi istifadədə nəqliyyat vasitəsi sayılmır. Çünki onların xüsusi marşrutu yəni var, amma şəhər arası deməyək də, mən səhv dedim də. Bu rayondan məsələn də Bakıya adam daşıyan avtobuslar. Onlar turistik də daşıya bilər də, turist daşıyanlar deyək. Turist daşıyanlar, məsələn, ümumi istifadədə olan nəqliyyat vasitəsi sayılmır. Ümumi istifadə üçün sərnişinlərin daşınması üçün nəzərdə tutmalıdır. Yəni, ən az bir 2 kruq edib sərnişinlər yığıb boşaltmalıdır. Mütəşəkkil, yəni bunu xüsusi olaraq qeyd etdim də, yəni turistləri daşıyan avtobuslar ümumi istifadə sayılmır. Mütəşəkkil nəqliyyat dəstəsi. Mütəşəkkil nəqliyyat dəstəsi qarşıda qırmızı və göy sarışın işığı, xüsusi siqnali təchiz olmuş operativ nəqliyyat vasitəsi, arxasında da 3 dənə deməli kim olmalıdır? Mexaniki nəqliyyat vasitəsi onu müşahidə etməlidir. Bu olacaq mütəşəkkil nəqliyyat dəstəsi. Avtoqatar nədir? Bir mexaniki nəqliyyat vasitəsinə qoşaraq birlikdə hərəkət edən bir neçə nəqliyyat vasitəsindən ibarət tərkib hissəsi də avtoqatar. Məsələn, bir dənə tıra müxtəlif qoşquların qoşulması çoxlu sayda, 24 metrdən çox olmayaraq. Çünki 24 metrdən az olmalıdır, 24 metr qədər olmalıdır, deyək. Bu avtoqatar sayılacaq. İcazə verilən maksimum kütlə. İcazə verilən maksimum kütlə istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş nəqliyyat vasitəsinin, sürücünün, sərnişinin yüklə birlikdə icazə verilən kütləsidir. Yəni, icazə verilən kütlə deyəndə sürücüdə, sərnişində, yükdə, birlikdə götürürsən və nəqliyyat vasitəsi. Hamısının birlikdə kütləsi olacaq, icazə verilən maksimum kütlə. Sonra mən burada qeyd etmişəm, ağır çəkili, iri qabaritli texnoloji nəqliyyat vasitəsi. Ağır çəkili olacaq ümumi istifadədə olan yollarda, yol qrupularında oxlar üzrə çəki və parametrlər daşıyan. Yəni, bir ox üzrə, ox dediyimiz nədir? Təkərin oxu da. İki təkər birləşdirən isə ox adlanır. Oxa düşən çəki çoxdursa, bu ağır çəkili olur. Qabarit isə, qabarit deyəndə əlbəttə ki, deməli, müəyyən edilmiş müəyyən bir parametrlər var da, qabarit parametrlər, şişkinliyi. O qabariti aşanlar iri qabaritlilər sayılacaq. Texnoloji isə təbii ki, yollarda təmizliyə baxanlar texnoloji nəqliyyat vasitəsi sayılacaq. Təmizlikdir, infrastrukturdur, digər hansı. Sonra, əlavə olaraq ötüb keçmə və yandan keçməni də burada qeyd etmişəm, onu da izah edin. Deməli, ötüb keçmə nədir, yandan keçmə nədir? Nəqliyyat vasitəsi zolağı dəyişməklə hərəkətdə olan nəqliyyat vasitəsini ötüb keçmək. Bax, tutaq ki, belə deyək. Burada bir nəqliyyat vasitəsi var, sən də buradasan. Sən zolağını dəyişəcəksən, keçəcəksən, qaydacaqsan zolağına və yaxud da ki, davam edəcəksən. Fərqi yoxdur. Bu olacaq ötüb keçmə. Çünki ikiniz də nədir? Hərəkətdəsiz. İkiniz də hərəkətdəsiz. Bu ötüb keçməkdir. Biri də var ki, sən burada bir nəqliyyat vasitəsi durubdur. Yəni, hərəkət eləmir. Bu da zolaqdır. Sən
gəlirsən və bunu zolağı dəyişərək keçirsən. Bu yandan keçməlidir. Çünki bu hərəkət eləmir axı, sən bunun yanından keçirsən. Və yaxud da ki, sən elə başqa zolaqdaydın, zolağı dəyişmədən yanından keçirsən. Tutaq ki, bu hərəkətdədir. Sən də buradasan, hərəkətdəsən. Heç nə, gəlirsən, çıxıb gedirsən. Yəni yanından keçirsən. Bu ikisi olacaq. Yanından keçmə, hərəkətdə olanı zolaq dəyişmədən keçmək, hərəkətdə olmayanı zolaq dəyişərək keçmək. Bu yandan keçmədir. Hərəkətdə olanı zolağı dəyişərək keçmək isə ötüb keçmək olmuş olacaq. Bu da testlərdə gördüyümdə bunda izahını saldım. Belə. Bu qədər. Ümid edirəm çox olmadı və yetər qədər izahlı, aydın oldu. Suallar olsa, nəsə səhvlik etsəm əgər, ola bilər də bu şəkildə, yəni aşağıda hissələrdə yaza bilərsiniz. Baxacağım yəni onlara da, görək səhv varsa düzəldərəm təbii ki.